Salam, xoş gördük, istəkli dostlar, əziz izləyicilər, hörmətli təbiət sevərlər. Sizə Laçın rayonunun ərazisindən məşhur Ağbulaq şəlaləsini təqdim edirəm. Bu günləri meşələrimizdə monitorinq aparan zaman yolumuz buradan düşdü. İstədim ki, bu gözəlliyi sizlə paylaşım. Təbiətimizin gözəlliyindən zövq alasınız. Buyurun baxın, sonsuz ərazilər, gözəl yaylaqlar, sərt uçurumlar, möhtəşəm zirvələr, başı buludlardan nəm çəkən uca dağlar, hündür zirvələr. Bu da dağların möhtəşəm gözəli Ağbulaq şəlaləsi. Adətən Ağbulaq şəlaləsini sizə çox vaxtı Gəncşəhərdəki yolun kənarından göstərirlər. Mən bu dəfə qarşı tərəfdəyəm, belə deyək, Şeylanlı kəndi istiqamətindən bu çəkiliş aparıram. Laçının bütün kəndləri gözəldir. Ümumiyyətlə, Qarabağımızın, Şərqi Zəngəzurumuzun, Laçının, Kəlbəcərin, Qubatlının bütün ərazisi, bütün təbiəti möhtəşəmdir. Öz gözəlliyi ilə göz oxşayır, təkrar olunmazdır, əl çatandır. Ancaq bunun qədrini, qiymətini bilməliyik və göz bəbəyimiz kimi qorumalıyıq bu təbiəti. Deməli, qarşı tərəfdən Şəlbə dərəsinə aşan yol var. Belə deyək ki, bura Mişli çayının vadisidir bu dərə. O dağın o birisi üzü isə Şəlbə çayının vadisidir. Vəlibəyli, Narışlar kəndlərindən düşürük Daşlı Şəlbə kəndlərinə. Orada qalır çoxlu kəndlər. Hacıxanlı var, orada İmanlar var. Orada biraz yuxarı qalxanda Qovuşuq var. Oradan biraz sağa qalxanda Dambulaq kəndi var. Onunla Gəncşəhərdə Kahat kəndi var, səhv eləmirəmsə. Belə biraz qabağa getsəm sizə bir möhtəşəmliyi də göstərəcəm dostlar. Qoyun bu gözəlliyi də sizə göstərim. Bir yemşan ağacıdır. O da çox gözəl bir şəkildə çiçəkləyibdir. Heyf ki, bu nə qədər müasir olsa da, nə qədər bizə məsafələri yaxınlaşdırsa da, nə qədər də gözəl çəkilişləri paylaşsaq da, heyf ki, hələ ki bu modern cihazların vasitəsilə ətirləri ötürmək mümkün olmur. Baxın, burada elə bir gözəl ətir, elə bir gözəl rahiyyə yaranıb ki, bunu sizə necə çatdırmağın ancaq sözlə ifadə eləyə bilərəm. Bihuş edici gözəllik ətir. Baxın. Deməli, o uzaqda görkən hündür Qabaq təpədir. Onun ətəyində Ağca kənddir, Laçın rayonunun kəndləridir. Biraz Gəncşəhərdən uzağa doğru getdikcə Qoşasudur. Ondan biraz aşağıda Alpoğut kəndidir. Dağın o birisi üzündə, Qoşasunun arxa üzündə biraz aşağı düşəndə, deməli, Hacı Samliyə doğru düşəndə Bülövlük kəndidir. Biraz sağa meyillənsək Alqulu kəndidir. Onun biraz yanında mənim doğma kəndim olan Pircahan kəndidir. Pircanın bu birisi üzündə isə
Qaraçanlı kəndləridir. Aşağı və yuxarı Qaraçanlı var idi. Bir də Mişli çayının sağ sahilində Mişliyə aid olan kəndlər var idi. Mişli, Sonasar, Mayis, Xoças, lap burada. Bu dağın arxa özü isə gözəl kəndlərimizdən biri olan Alxaslı kəndidir. Bax belə sizə təbiəti göstərdim. Sağ olun. Bunlar da mənim əməkdaşlarımdır. Mühafizə işçiləridir. Arada bir az saylı kollektivimizlə əraziləri gəzirik, meşələrimizdə monitorinq aparırıq, mühafizəsinə maraqlanırıq ki, insanlarımızın hamısı təbiətə eyni cür münasibət bəsləməyi bacarmırlar, təəssüf ki. Bəziləri meşəni qırmağa meyilli olur, bəziləri meşəyə malqara ötürməyə meyilli olur. Ona görə də biz də vaxtaşırı bu reydləri keçiririk, ərazilərimizdə mühafizə işlərini həyata keçirdirik. Sizə yenə Ağbulaq şəlaləsini göstərməklə bu çəkilişi tamamlamaq istəyirəm. Sağ olun. Güman eləyirəm ki, bu gözəllikdən zövq ala bildiniz. Salamat olun, Allah'a emanet olun.